qardaşlar, Allah Nəbisi sallallahu aleyhi ve sellem adını eşitsəniz və yaxud da ki, zikr olunsa salavat deyin. İnnəllaha və mələkətuhu yusalluna alə'n-nəbi. Ya eyyuhellezine amanu sallu alayhi və sellimu təslimə. Allah və mələkləri həqiqətən Rasuluna salavat deyir. Siz də ey iman gətirənlər Allah Rasuluna sallallahu aleyhi ve sellem salavat deyin. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə kim bir dəfə salavat deyərsə, Allah subhanahu taala onun üçün 10 dəfə salavat deyər. Allahın salavat deməsi, yəni insan üçün xeyri istəməsidir. Xeyir təqdir etməsi və istəməsidir. İnsanın Rasul üçün salavat deməsi də yəni ona salam göndərməsi və onun üçün dua etməsidir. Və ona görə də sual verə bilərəm bununla bağlı. Bəli. O xutbə vaxtı da Peyğəmbər sallallahu əleyhi və səlləm adı çəkəndə salavatı bir də görsən bəhsdən deyirlər də bölümdə oturanlar. Yox, bəhsdən demirəm. Xutbədə vallahi yəni imam xutbə verərkən alimlər arasında bu ixtilafdır ki, o danışıqdan sayılırmı yoxsa yox, yəni salavat demək. Bəzi alimlər hətta gətirir deyir ki, hətta sallallahu əleyhi və səlləm demək də olmaz. Vallahi alim yəni demək olar. Sadəcə yavaş demək lazımdır. Çünki bəhsdən demək olmaz. Bəhsdən demək danışıq kimi çıxır da. Yəni sadəcə dodağın altında deyirsən sallallahu əleyhi və səlləm. Çünki Allah Nəbisi sallallahu əleyhi və səlləm deyir ki, başqa hədislər buna dəlalət edir. Kim deyir, mənim adım çəkilib yanında mənim adım çəkilərsə və salavat gətirməzsə, onun burnu yerə sürtünsün. Cəbrail əleyhissalam bu duanı edib. Allah Resulü sallallahu əleyhi və səlləm deyib əmin. Ona görə də Allah Resulü sallallahu əleyhi və səlləmin adını eşitdikdə salavat gətirin, mütləq salavat gətirin. Və bizdə deməli mövzudan kənar bir dənə şeyximiz var, Allah ondan razı olsun. Hər dəfə bizdə dövrəyə olanda, gəlir dərs keçəndə bu şeyə cəmaatı təşviq edir. İnanırsınız, bəlkə də bir dərsdə bir 70 dəfə salavat deyir. Bir dəfə deyəndə, hədis deyəndə deyir ki, Qala Rasulullah sallallahu aleyhi ve sellem, sallallahu aleyhi ve sellem, sallallahu aleyhi ve sellem, Allahümme salli və səllim və bərik alə nəbiyyina Muhammed sallallahu aleyhi ve sellem. Yəni bu sallallahu aleyhi ve sellem sən deməyin xeyirdən başqa bir şey deyil, vallahi. Ona görə də nə qədər Allah razı olsun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə deyir? Bir nəfər gəlir deyir ki, ya Rasulullah, mən duamın falan qədər hissəsində sən üçün salavat gətirirəm. Kifayət eləyirmi? Deyir, xeyr. 1/3-də deyir salavat gətir. Kifayət eləyir, xeyr. Deyir, yarısını sən üçün salavat gətirəcəm dua eləyəndə. O kifayət eləyirmi? Deyir, xeyr. Hamısını da deyir gətir. Ona görə hamısını da gətirmək məqsəd nədir? Yəni duanın əvvəlində də, ortasında, sonunda da salavat gətirsən, o sənin üçün xeyir deyil. Vallahi və o qədər əzəmətli bir ibadətdir ki, salavat gətirmək. Baxın, Əbu Leys Əs-Səmərqandi rahimehullah deyir ki, o qədər, yəni buna dəlalət edir ki, bu əməlin o qədər əzəmətli olmasına ibadətin Allah Taala özü bunu edib. Fikir verin. Elə bir ibadət yoxdur ki, bizim üçün Allah Taala əmr eləsin və Allah özü onu etsin. Elə bir ibadət var, yoxdur. Məsələn, Allah Taala namaz əmr edir. Allah Taala namaz qılır. Əuzubillah. Və yaxud da ki, başqa şeylər, başqa ibadətlər. Amma salavat elə bir ibadətdir ki, Allah özü onu edir və mələkləri edir, sonra möminlərə əmr edir. Ona görə diqqətli olun, barakallahu fikum.